Son vaxtlar Bakıdan, paytaxtdan hamımız narazıyıq, sıxılıq. Kanalizasiyaların normal işləməməsi, su ilə bağlı yaranan problemlər, işıqla bağlı yaranan problemlər, tıxacılar, səkilər. Məsələn, mən yaşadığım küçədə, Əzaslan küçəsində kinoteatr Nizami ilə üzbəüz binada yaşayırıq. Burada demək olar ki, səklərin üzərində də maşın saxlanılıb, səki də bax bu qədər eni var. İnanırsınız, biz ancaq gözləyirik, bir 20-30 maşın keçir, svetofor yanır, onlar dayanır, biz maşın yolundan gedirik. Heç kim narahat olmur, amma burada ödənişli maşınlar saxlayırlar bizim küçədə. Niyə? Niyə bizim, siz vətəndaşın niyə görə hüquqlarını tapdıyırsınız, hörmətli ayna, hələ belə deyəcəm. Bu mənim küçəmdir. Siz gətirmişsiniz burada parking eləmişsiniz. Çox dar bir küçədir, çox dar bir küçədir. Heç kimə də demək olmur. Zəng vuranda da ancaq orada kommutator qızlar götürür. Hə, biz çatdıracağıq. Əvvəllər belə idi ki, illər öncə biz kiməsə sözümüzü demək istəyəndə zəng vururduq, səlahiyyətli bir adam olurdu. Yönəldirdilər, biz açıqlama verirdik. O da bizim sualımıza açıqlama verirdi. İndi onların heç biri yoxdur. Bütün zənglərə ancaq kommutator qızlar cavab verir ya da kommutator oğlanlar. Partiya sədri demək aynanı məhkəmə ilə hədələdi. Binanın həyətində avtomobilinə cərimə yazıb. Mən də eşitdim. İnsanları bezdirən, yığdığı vəsait haqqında ictimai məlumat verməyən, yığdığını keyfi istəyən kimi xərcləyən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, yəni ayına sizdən indicə mesaj aldım. Bugünkü tarixdə, bugün maşını heç yerdə saxlamamışam. Evdən çıxıb ofisə gəlib, ofisin qarşısında maşını park etmişəm. Ofisin qarşısı binayətdir. Şlagbaumla daxil olmaq olur. Maşın 7 saatdır ofisin qarşısındadır. Yaxşı, siz bu cəriməni haranızdan uydurub çıxartdınız? Partiya sədri deyir. Yeni Sabah nöqtəsi xəbər verir ki, bunu Facebook hesabında paylaşan Real Partiyasının sədri Natiq Cəfərli deyib. Deyir, çağrı mərkəzinə zəng etdim, 4 dəqiqə gözlədik, sonra qapatdınız. Sizi məhkəməyə verəcəm. Yetər, artıq insanları daha doğrusu zinhara gətirmişsiniz. Partiya sədri qeyd edib. Natiq müəllim, verin məhkəməyə. Vallahi mən də gəlib iştirak edərəm orada. Mən küçələrimin şəklini çəkib gətirəcəm. Demək, gətiriblər, parking eləyiblər burada, bizim evin yanında, Həzi Aslanov küçəsində. Həzi Aslanov 121, 22, 115 gedir bura. Kinoteatr Nizami ilə üzbəüz, qarşı-qarşıya dayanan bina. Bu maşınlara görə parking eləyib pul alırlar. Bu vətəndaşı da düşünün də, mən bu binada yaşayıram, taksinə gəlirəm, burada heç vaxt taksini saxlamaq olmaz, həmən kameraya düşür. Yaxşı, mən neyinim, helikopteri alın, bu mümkün deyil, təyyarə alın, bu mümkün deyil, gəmi alın, bu mümkün deyil. Bəs yaxşı, biz evimizə necə gələk? Taksinə gəlirəm, əlimdə zəmbillər olur da. Deyir ki, burada saxlamaq olmaz taksini. Yaxşı, mən harada saxlatdırım taksini? Kinoteatr, gedim metro Nizaminin yanında taksini saxlayayım, əlimdə çantalar bura gəlim. Amma pul yığırsınız, bütün küçələrdə pul yığırsınız.